Salam, sabahınız xeyirli olsun, hörmətli izləyicilər. Mart ayının 14-də Ordubad rayonunun Nəsirvad kəndində gözəl hava var. Hava biraz sazaq, ancaq aydındır. Günün irəliləyən saatlarında daha da çox istinəcək. Dünən müsbət 14 dərəcəyə qalxmış sabahın hərarəti. Birdən-birə istini istiləmək elə də yaxşı deyil. Havaya bürkü də gəlməyə başladı. Dağda da o qədər qar ehtiyatı yoxdur ki, aprel istilərinə davam gətirsin. Elə apreldən maydan qar ehtiyatı düşənəcək. Payızdan da yağış yağmayıb, çeşmələrin suyu da azalıb, qurun sularının səviyyəsi aşağı düşüb. Yaşamaq üçün elə də yaxşı şərait qalmır. Ekoloji tarazlığın pozulmasından xəbərsiz quşlar öz keyflərindədir. Cüt-cüt oturublar. Pəncərənin üstündəki səkidə nəğmələrini oxuyurlar. Cırcırama, yazbahar, nəğmə deyib cırıldar. Elə bir şey vardı, yadımdan çıxıb. Orta məktəbdə oxuyanda aşağı sinifin dərsliklərindəydi. Keçən videolarımıza baxan Ərzər Əhmədov düzgün qeyd eləmişdi ki, Nəsirvazın bir tərəfində yaydır, bir tərəfində qış. Kolluya baxırıq, az olsa da donub qalıb. Quzeylərdə qar var, güneylərdə bir miskal qar qalıb. Nəsirvad kəndinin sürüsü bugün erkəndən çıxdı. Ona 20 dəqiqə işləyib, normalda saat 11-də çıxırdı. Hava istindikcə kənd cəmaatı da heyvanlara artıq yem vermək tərəfdarı deyil. Güney qisimlərdə yol yaxşıdır, quraqdır. Qar əriyib, yol quruyub. Ancaq kollu tərəfdə yol ris, balçıqdır, kanaldır. Maşınlarımızın amortisasiyası xarab olur. Aydan cəmi 3 gün, 2 günümüz qaldı. Ondan sonra bəzi bayram günlərində bir yerə sıxışdırıblar. Mart ayının 31-nə qədər yəqin ki, yollar da quruyar. Onlar ki, 1-2 dəfə də qar yağsın Nəsirvad yollarına. Ancaq o bir şey eləməz. Təkərləri də dəyişib, yay təkərləri salmalıyıq maşının üstünə. Sağ olun hörmətli izləyicilər, bilin ki bizdə yaz gəlir.
Növbəti videolarda görüşərik.